Poçt qutusu. Noyabr ayının 12-ci günü idi. Hava çox soyuq idi. Amma hələ qar əlaməti görsənmirdi. Həkim axırıncı dəfə xanım Naxoş övrətini yoluxub, cavab verdi ki, dəxi Naxoşun əhvalı yaxşıdır, belə ki, bir həftəyədək səfərə çıxmaq mümkün olar. Xan çox tələsirdi İrəvana getməyə, çünki xanı orada çox vacib işlər gözləyirdi. Və bir də ki, qorxurdu qar yağa və hava dəxi də soyuya və Naxoş üçün yola çıxmaq qeyri-mümkün ola. Xan götürdü qələmi, İrəvanlı dostu Cəfər ağaya bu məzmunda bir müxtəsər kağız yazdı. Əzizim, bir həftəyədək ümidvaram İrəvana gəlim övrət uşaq ilə. Artıq təvəqqə edirəm, buyurasan bizim otaqlara fərş salıb, əlbəttə peçləri yandırsınlar ki, otaqların havası pişəzvəq təmizlənsin və isinsin, bəlkə Naxoş üçün oradan narahatçılıq üz verməsin. Bu kağızın cavabını mənə teleqraf vasitəsilə yetirəsən. Sən mənə dediyin işlərin hamısını yerbəyər eləmişəm. Xuda hafiz. Sənin xeyirxahın Vəli xan. Fi 12 noyabr. Xan kağızı büktü qoydu paketə, üsünü yazıb və markasını yapışdırıb, istədi nökəri çağırsın ki, aparıb salsın poçta, amma tez xanın yadına düşdü ki, nökəri göndərib özgə işə. Bu heyində qapı döyüldü. Xan çıxdı və gördü ki, qapını döyən xanın öz kəndlisi Əyid Qapan kəndinin əhli Noruzəlidir. Bu şəxs çox vaxt xanın yanına gəlib gedər və hər gələndə olmaz ki, undan, ərişdədən, baldan, yağdan gətirməsin. Bu səfərdə Noruzəli əli boş gəlməmişdi, çünki xanı görcək əl ağacını dayadı qapının bucağına və başladı qapının o biri tayını açmağa. Qapını açıb bir yüklü ulağı sürdü həyətə, çoci-çociyə deyə və yükün arasından 3-4 toyuq cüzəni çığırda yerə qoyub, yükü açıb dolu çuvalları saldı yerə və xanın üzünə baxıb 2 qat əyilib salam verdi. Xan salamı alıb dedi. A kişi, Noruzəli. Bu nə zəhmətdir, çəkmisən. Noruzəli çuvalların kəndirini aça-aça cavab verdi. Bu nə sözdür, ay xan? Mən ölənə kimi sənə qulam. Bu sözü deyə Noruzəli başladı üstünün tozunu silməyə. Çünki günortadan 1 saat keçirdi və ola bilərdi ki, poçtun vaxtı keçsin, xanın ağlına belə gəldi ki, yazdığı məktubu versin Noruzəli aparıb salsın poçta. Xan üzünü tutdu qonağa. Noruzəli, poçtxananı tanıyırsan? Noruzəli cavab verdi. Ay xan, mən kətdə adamam, mən nə bilirəm poçtxana nədir? Çox əcəb, Nəçərnik divanxanasını ki, tanıyırsan? Bəli, xan, başına dönüm, tanıyıram, niyə tanımıram? Keçən həftə mən elə gəlmişdim Nəçərniyin yanına şikayətə. Xan, and olsun sənin başına, bizi kətdə çox incidir. Əslinə baxsan bizim bu kattamız özgə tayfadandığı odur ki, bizi görməyə gözü yoxdur. Keçən həftə mənim 2 buzovum itmişdi. Getdim. Hələ bu sözləri sonra deyərsən. Qulaq as, gör nə deyirəm, Nəçərnik divanxanasının qabağında bir yekə damdaş var, qapısının ağzında bir qutu vurulub divara, haman qutu poçt qutusudur. O qutunun bir xırda və uzun qapağı var, bu saat apar bu kağızı haman qutunun qapağını qovza, kağızı sal qutunun içinə, qapağını yatırt və tez qayıt gəl. Noruzəli hər iki əlini açdı xanın qabağına, qorxa-qorxa kağızı aldı, biraz baxdı xanın üzünə, sonra çəkildi divara səmt və yerə əyilib istədi kağızı qoysun divarın dibinə. Xan ucadan dilləndi. Qoyma ora. Qoyma ora. Kağız çirklənər, tez apar sal qutuya, qoy gəl. Xan, başına dönüm, qoy bu ulağın başına torba keçirdim, heyvandı, ac qalmasın, yoldan gəlib. Yox, yox. Heç ziyanı yoxdur. Kağızın vaxtı keçir. Torbanı sonra keçirdərsən ulağın başına. Deyilə də qoy ulağın qıçını bağlayım, yoxsa gedər həyətdə ağacları gəmirər. Yox, yox, heç eybi yoxdur, qaç tez, kağızı sal gəl. Noruzəli kağızı ehmal qoydu qoynuna və genə dedi. Xan, qadanı alım, bu xoruzlar qaldılar burada, heyvandılar, qoyaydın qıçlarını açıb, birazdan səpəydin bunlara. Elədən də gətirmişəm. Noruzəli əlini saldı cibindən dən çıxarsın. Xan ucadan səsləndi. Yox, yox. Qoy hələ qalsın. Qaç, çaparaq kağızı sal poçta. Noruzəli əl ağacını götürüb, başladı uşaq kimi qaçmağı.
Sonra bir zad fikirləşib qayıtdı və üzünü tutdu xana. Xan, qadanı alın, dəsmalın içində yumurta var, gözdə qulaqda olun, yoxsa ulaq ağnar, yumurtaları sındırar. Xan daha ucadan səsləndi. Daha uzun danışma. Qaç kağızı sal, o vaxtı keçir. Novruzəli istədi uzaqlaşsın, xan onun dalınca çığırdı. Novruzəli, bilməzsən kağızı verərsən özgəsinə ha. Heç kəsə vermə, heç kəsə göstərmə. Tez sal qutuya, qayıt gəl. Novruzəli dəxi də ucadan cavab verdi. Niyə, mən uşaq deyiləm ki, kağızı özgəsinə verəm. Məni o qədər də xam bilmə. Heç nəçəlnik də bu kağızı mənim əlimdən ala bilməz. Novruzəli bu sözləri deyəndən sonra gözdən itdi. Xan girdi otağa və üzünü arvadına tutub şirin dillə dedi. Di hazırlaş, mənim gözümün işığı. Kağız yazdım İrəvana ki, otaqları sazlasınlar. İndi daha gedə bilərik. Maşallah yaxşısan. Həkim özü deyir ki, havanı dəyişmək səndən ötürü lap vacibdir. Bir qədər də xan arvadı ilə getmək barəsində söhbət edəndən sonra nökəri gəldi və xana dedi. Xan, bu ulaq kimindir, bu şeyləri kim gətirib? Xan cavab verdi. Ədəb, o şeyləri yerbəyər elə. Onları bizə itqapanlı Novruzəli sovqat gətirib. Nökər cücələri və yumurtaları apardı aşpazxanaya və ulağı sürüb qatdı töyləyə, qapısını örtdü. Sonra gəlib un çuvalının birisinin ağzını açıb, içindəki undan bir çimdik götürüb, gətirdi tutdu xanın qabağına və dedi. Xan, yaxşı ağ undu. Xan una baxandan sonra buyurdu nökərə küçə qapısını bağlasın və çörəyi çəkib gətirsin. Çörəyin yeyilməyi 2 saat çəkdi. Ancaq çörəkdən sonra Novruzəlinin kağızı poçta aparmağı xanın yadına düşdü. Xan nökəri çağırıb soruşdu və nökər cavab verdi ki, hələ kəndli poçtdan qayıtmayıb. Xan Novruzəlinin bu qədər yubanmağını təəccüb elədi və fikrinə gəldi ki, bəlkə Novruzəli kağızı poçta salıb özünü verdi bazara çörəkdən zaddan alıb yesin və yayın ki bazarlığı zadı var, eləsin. 1 saat da keçdi, Novruzəli gəlmədi. Xan nökəri çağırıb dedi ki, getsin poçta səmt və görsün harda qaldı Novruzəli və nə bais oldu ki, bu qədər yubandı. Yarım saat keçməmiş nökər qayıdıb cavab verdi ki, kəndlini görə bilmədi. Xan çıxdı balkona və bir papiros yandırıb başladı var gəl eləməyə. Dəxi ona aşkar oldu ki, Novruzəlinin başına bir iş gəldi ki, bu qədər yubandı. Xan bu fikirdə idi. Polis Yasovolu dayandı qapıya və xanı görəcək dedi. Xan, pristav buyurur gələsiniz polsaya, polisə və kəndinizə zamın olasınız. Yoxsa zamın olmasan, pristav göndərəcək nə vaxtda qazamad. Xan bu sözlərə o qədər təəccüb elədi ki, üzünü Yasovulun üzünə tutub mat qaldı və heç bilmədi ki, nə desin. Sonra dilləndi. Balam, o kətli bir fağır adamdı, o nə qayırıb ki, pristav onu tutub saxlayıb. Yasovul cavab verdi. Daha mən heç zad bilmirəm. Ancaq özün polsaya buyursan, yaxşı olar, yoxsa yazıqdı o kişi. Xan bu əhvalatı övrətinə bildirmədi ki, narahat olmasın. Geyinib getdi polisə və əvvəl akoşkadan dustaqların damına baxıb gördü ki, yazıq Novruzəli bir neçə dustaqlar ilə oturub damın bucağında və uşaq kimi ağlayır, gözünün yaşını çıxasının ətəyi ilə silir. Xan Novruzəlinin əhvalatını pristavdan öyrənib və ona zamın olub kəndlisini saldı yanına və gətirdi evə. Novruzəli həyətə girən kimi başladı ağlamağa və saman torbasını ulağın başına keçirdib çömbəldi divarın dibində. Xan girdi evə və bir papiros yandırıb çıxdı balkona, Novruzəlini yanına çağırıb dedi. Di indi əhvalatı nağıl elə Novruzəli. Sənin bu hekayətin çox şirin hekayətdir. Kitaba yazılmalıdır. Nağıl elə təfsilən, yəni hamısını bir bəbir. Başla burada kağızı götürüb aparmağından ta dama düşməyinə kimi. Novruzəli durdu ayağa, xana yavıqlaşıb və çuxasının ətəyi ilə gözünün yaşını silib başladı. Başına dolanım xan, məni çövür balalarının başına, məni bağışla. Mənim heç bir günahım yoxdur. Bir kətdə adamam, mən nə bilirəm kağız nədir, qutu nədir, poçt nədir. Başına dönüm, xan, məni çövür o gülüzlü balalarının başına. Heç ziyanı yoxdur, həyə ölmənəm, sağ qalaram, qulluq elərəm, əvəzi çıxar, bir qələtdə eləmişəm, ta nə eləmək. İşte belə oldu. Bunlar hamısı Allahdandır. Gərək belə olaymış. Bağışla məni, xan.
Mən ölənə kimi nökərəm sənə. Bu sözləri deyib, Novruzəli biraz da yavıqlaşdı xana və istədi onun ayaqlarından öpsün. Xan biraz dala çəkilib dedi. Novruzəli, heç ürəyini sıxma. Mən sənə nə deyirəm ki? Sən mənə nə pislik eləmisən ki, mən səni bağışlayım. Qurban olum sənəm, bundan artıq daha nə pislik olacaq. Kağızı əlimdən verdim, o kafir oğlu kafirə qoydu cibinə, çıxdı düzəldi yola, qoydu getdi. Kim kağızı qoydu cibinə, qoydu getdi. O kafir oğlu Urus, dana. Hara qoydu getdi. Getdi girdi, orada bir yekə damdaş vardı ki, qapısına qutu vurulubdu, getdi girdi ora. Xan bir qədər duruxdu. Bəs sən kağızı qutuya salmadın. Necə ki, salmadım. Elə kağızı qutuya salan kimi, kafir gəlib qutunu bilmirəm nə təhər açdı, kağızı götürdü apardı. Qutuda sən saldığın kağızdan başqa ta özgə kağız yox idi. Necə ki, yoxdu. Çox kağızlar vardı. Elə onların hamısını yığışdırıb apardı. Xan qahqah çəkib güldü. Yox, Novruzəli, gərək hamısını nağıl eləyəsən başdan axıra kimi. Necə kağızı apardın, necə saldın qutuya və nə üstə Urusla savaşdın? Novruzəli başladı. Xan, başına dönüm, mən kağızı buradan apardım. Getdim, çıxdım Neçərnik divanxanasının yanına. Sən mənə nişan verdiyin damdaşı tapdım və qutunu tapdım, getdim qutunun qapağını qaldırdım. İstədim kağızı salam qutuya, bir kağıza baxdım, bir qutuya baxdım. Doğrusu, qorxdum ki, sənin mənə qeyzin tuta. Doğrusu, bilmədim salım, salmayım, çünki yadımdan çıxdı, səndən soruşum ki, kağızı qutuya salandan sonra durum qutunun yanında ya qoyum gəlim evə. Fikirləşdim ki, əgər kağızı salım, durum qutunun yanında havədəyədək durum. Axı qurbanın olum, xan, özün gördün ki, ulağı ac qoydum getdim, cücələri qıçı bağlı qoydum. Bir tikə un gətirmişdim. Hələ indiyə kimi də qalıb burada. Xan, başına dolanım, qoy elə indi yaxşı vaxtı, qoy nökər gəlsin, bu çuvalları götürək qoyaq evə, yağışsad yağar, un islanar. Yox, Novruzəli, sənin işin yoxdur. De sonra necə oldu? Kağızı salmadım. Qutunun qapağını örtdüm, çəkildim, durdum biraz kənarda. Əvvəl istədim qayıdıb gəlib səndən soruşumu, sonra doğrusu, qorxdum mənə qəzəbin tuta. Doğrusu, qorxdum öz könlündə deyəsən ki, Novruzəli çox heyvan adamdı, çox eşşək adamdı. Qərəz çömbəldim divarın dibində ki, biraz yornuğumu alım. Aha, gördüm ki, bir erməni uşağı olardı, bax bu boyda olardı, 12-13 yaşında gəldi, getdi düz qutunun yanına, qapağını qalxızdı və sən mənə verdiyin kağız kimi bir kağız saldı qutuya, qapağını örtdü, düz qoydu, getdi işinə. Nə qədər ona insafı çağırdım, soruşum ki, desin görək bəs kağızı qutuda qoyub hara gedir. Bilmirəm, dilimi anlamadı. Nədir ki, heç cavab vermədi, heç salım oğlu üzümə də baxmadı. Elə erməni uşağı uzaqlaşmışdı, bir Urus arvadı tez-tez gəlib qutuya yavıqlaşıb, bir kağız saldı, qoydu getdi. Ta indi mən biraz ürəkləndim, ta dedim vallah görükən budur ki, elə bu qutuya salınan kağızlar gərək qalsınlar qutunun içində. Mən o qədər ürəkləndim ki, bismillah deyib, cürətlə getdim qutunun qapağını qaldırdım, kağızı saldım qutuya, çöndüm gəldim qulluğuna. Qutudan elə buradan ora kimi uzaqlaşmışdım ki, haman Urus gəldi yetişdi qutunun yanına. Mən əvvəl elə bildim ki, bu da istəyir qutuya kağız salsın. Amma gördüm xeyr, Lotunun fikri özgədir, qutunun yanından sağ əlini uzadıb qutunun içinə. Mən əlüstü duydum ki, hərif istəyir kağızları oğurlasın. Xan, çox baş ağrısı verirəm, məni bağışla, oğlana buyur gəlsin, məni yola salsın, bir vaxtı gedib kəndə yetişə bilmənəm. A kişi, hələ hara qoyuram səni gedəsən. Nağıl elə görüm sonra necə oldu. Bəli, başını dolanım, xan, qurban olsun sənə mənim yetim yesirim. Sənsiz mənim bir günüm olmasın. Bəli, gördüm ki, bir vaxtı gedib kəndə yetişə bilmənəm. A kişi, hələ hara qoyuram səni gedəsən. Nağıl elə görüm sonra necə oldu. Bəli, başını dolanım, xan, qurban olsun sənə mənim yetim yesirim. Sənsiz mənim bir günüm olmasın. Bəli, gördüm ki, hərif utanmaz kağızları qutudan ehmallıca çıxartdı, dəstələyib vurdu qoltuğuna. Qutunun qapısını örtüb istədi düzəlsin yola. Mən tez qaçıb yapışdım Urusun qolundan, qoymadım getsin.
Dedim, ay aşna, hara aparırsan kağızları? Xalq səndən ötürü kağızları bura salmayıbdı ki. Dinməz söyləməz üzünün suyundan xalqın kağızlarını qoy yerinə. Dedim, Novruzəli hələ ölməyibdi ki, sən onun ağasının kağızını aparasan. Belə işlər yaxşı deyil, adam özgənin malına tamah salmaz. Məgər sizin şəriətdə oğurluq günah yazılmayıbdı? Xan, məni çövür balalarının başına, məni mürəxxəs elə, qoyun gedim, bir vaxtı hava qaranlıqlayır. Hələ tələsmən gedərsən. Sonra necə oldu? Qoy görüm harda qaldım. Ədə, qoyma, ulaq tənəkləri sındıracaq. Novruzəli istədi qaçsın ulağın yanına, xan qoymadı. Novruzəli, getmə, hələ getmə. De görüm sonra necə oldu? Ta necə olacaq? Nə qədər yalvardım, yapışdım ki, mənim xanım məni öldürər. Dedim, barı mənim xanımın kağızını ver, illah dedi ki, vermənəm. Gördüm ki, hərif istəyir qoya qaça. Vallah hirs vurdu təpəmə, 250 yapışdım kafirin çiynindən, bunu üzü üstə elə gətirdim yerə ki, heybətdən ağzı qanadı. Sonra Nəçərnik divanxanasından saldatlar tökülüb məni döyə-döyə aparıb atdılar dama. Sənin qədəmlərinə belə mən qurban olum. Sən olmasaydın məni indi çoxdan göndərmişdilər Sibirə, çünki damda məndən savayı bir neçə dustaq vardı. Mənə dedilər ki, o rus qulluq adamıdır. Ta mən neyləyim? Xan, başını dolanım, di gör günah kimdədir. Xan çox güldü, çox qahqah çəkib güldü. Hava qaranlıqlaşmışdı. Novruzəli boş un çuvallarını ac ulağın üstünə salıb, ulağı qatdı qabağına və zoğal ağacı ilə döyə-döyə getdi kəndinə. 3 gündən sonra xana İrəvandan teleqraf çıxdı ki, kağızın yetişib və otaqlar hazırdı. Xan yığışıb getdi İrəvana. Ay yarımdan sonra Novruzəlini divana gətirib qulluqçunu bir hörmət eləmək barəsində 3 ay nə vaxt kəsdilər, amma Novruzəli günahını boynuna almadı. Hələ 3 ayda keçdi, ancaq bu xəbər İrəvanda Vəlixana çatdı. Xan bir qədər fikir elədi.